mən otelçilikdə, Azərbaycanda marketinq sahəsində inkişaf görmürəm. 5 il öncə necə eyni al 2 al 3 ödə, 3 al 2 ödə ya da early booking 20% endirim ya da family getaway, başlıqlar belə dəyişmir. Yəni başlıq belə dəyişmir. Yəni family getaway, okey, getdi away-ə. Bəs yeni başlıqlar ya da collaterallar belə dəyişmir. Otelin otağının artıq heç kimə maraqlı deyil sadəcə otelin otağı. Bu Booking.com-da var. Niyə mən Instagrama girib orada da sadəcə dümdüz otelin professional çəkilmiş şəklini görürəm? Axı mən otelin həyatını görmək istəyirəm. Orada necə kofe içirlər, orada necə çay içirlər, orada ümumiyyətlə uşaqla necə və yaxud da ki, orada couple olaraq cütlük necə dincəlir ya da hovuzunuz var, çox gözəl. Hovuzda insanlar necə əylənir, necə dincəlir. Misal üçün, ən bəsiti, ən çox verilən, mən otellərlə əməkdaşlıq edəndə ən çox gələn suallardan biri odur ki, hovuzun temperaturu, istiliyi, uşaqlarla rahatdır, deyil, uşaqlar üçün var, yoxdur. Və girib otelin səhifəsinin başdan ayağa baxırsan ki, otelin səhifəsində bu haqda heç bir məlumat yoxdur.